Gəldi belə baxdı diqqətlə, dedi ki, burun əməliyyatdır? Deyirəm ki, yox. Dodaqlarında nəsə var? Deyirəm, yox. Makiyaj da eləməyiblər sənə? Deyirəm, bəli. Deyirəm, amma mən aktrisa deyiləm. Dedi, biz səndən bir şey çıxalım. Mən heç vaxt aktrisa olmaq istəməmişəm, heç vaxt. Düz bu ay mənim 1 ilim tamam oldu İstanbulda yaşamağımın. O iş olmadı, o layihə batdı, alınmadı, amma mənim bura gəlməyimə bir vəsilə oldular. Nə qədər onlarla məhkəməli olsaq da. Maddi, mənəvi, fiziki olaraq o qədər hər şeyimi itirdim. Yəni mən 2 ayın içində 15 kilo arıqladım. Hər şeyimi satdım. Yəni nəyim, ayaqqabılarıma qədər satdım. Wow, belə hər şeyi necə itirmək olar da? Negativ duyğularla, qorxu və təlaşla həyatımıza yaxşı şeylər çəkə bilmərik. 10-cu epizoddur bu. Salam dostlar, Azərbaycanca danışan hər kəsə salamlar. Bizim podcast seriyalarının növbəti 10-cu epizodundayıq və bugün isə biz gedirik Türkiyəyə. Yəni hardasa biz Türkiyə və Amerika Birləşmiş Ştatları arasında bir körpü yaradacağıq və mənim bu dəfəki 10-cu epizoddakı həmsöhbətim Turanə Hüseynli. Salamlar Turanə. Washingtondan İstanbula salamlar. Sən hazırda İstanbuldasan və səni görmək o qədər xoşdur, Bəli, o qədər gözəldir. Eyni şəkildə mən çox darıxmışammış. Həmişə belə hardasa dostlarla danışanda ya da karyeradan danışanda həmişə xoş anlarla, xatirələrlə anılırsınız. Amma təəssüf Təşəkkür ki, biz belə edirəm. sıx ünsiyyətdə olmurduq. Eləcə də sən həmişə anılırsan. Yəni həmişə səni görəndə sosial mediada daha çox görürəm və sevinirəm. Çünki sən həm gözəlsən, həm səsin gözəldir, həm nitqin gözəldir, həm düşüncən gözəldir. Həmişə səni yaxşı xatirələrlə xatırlayıram və bizim tanışlığımız sənin çox gənc yaşlarında idi. Yadıma gəlir, 3 qız gəlmişdiniz o vaxt bizim radiomuza və üçünüz də gözəl idiniz. Üçünüz də gənc, ağıllı, dünya görüşlü və həmişə də üçünüzə də baxanda, yəni ayrı seçkilik eləməyəcəm. Hər birinizin ayrı-ayrılıqda yeri var ürəyimdə, amma bu gün səndən danışırıq. Yəni səni bu cür gözəl görmək, yəni çox gənc yaşlarında, yəni 20'li yaşlar idi. Hətta yadıma gəlir 20, bəlkə 22 yaşınız vardı o vaxt. O vaxt həyat təzə başlayırdı və belə dəyişik görmək, yəni daha inkişaf etmiş görmək, səni yəni professional görmək bu çox sevinç hissi verir. Əslində bir Azərbaycanlı tamaşaçı kimi bunu deyirəm. Və səninlə bu podkastı hazırlayanda fikirləşdim ki, okey, mən Turanəni artıq 12 ildir görmürəm şəxsi olaraq. Ancaq sosial mediadan özünün göstərdiyin qədər səni tanıyıram və dedim, biz Turanədən nə ilə bağlı danışaq Turanə ilə? Çünki adətən həmsöhbətlərimlə bir mövzu seçirik və o mövzu ətrafında danışırıq, əvvəlcədən planlayırıq. Çox vaxt belə olur. Amma səninlə heç nə planlamadıq. Dedim ki, gəl belə bir eksprompt bir şey eləyək, söhbət edək. Hər halda paylaşılacaq çox məqamları var. Amma söhbətə keçməzdən öncə qeyd edim ki, İstanbuldasan artıq, hə? Sən neçə ildir artıq İstanbulda, Türkiyədəsən? Düz bu ay mənim 1 ilim tamam oldu İstanbulda yaşamağımın. Mən düz 1 il əvvəl artıq köçdüm, ev tutdum, müəyyən bir dərslərə başladım və s. Sentyabrda iş təklifi ilə gəlmişdim bura. Görüşmələrimiz oldu və mənə dedilər, təcili 10 gün içində sən bura taşınmalısan, çünki biz proyektə başlayırıq. Və mən 10 gün içində 2 çamadanla gəldim, uzun müddət fərqli bir yerdə qaldım, sonra ev axtarışlarına başladım, iş yerinə yaxınlığına əsasən. O iş olmadı, o layihə batdı, alınmadı, amma mənim bura gəlməyimə bir vəsilə oldular. Nə qədər onlarla məhkəməli olsaq da. Amma daha gözəl, daha uğurlu layihələrdə çıxış eləmə şanslarım oldu sonra və ilk dəfədir mən necə deyirlər, köçmüşəm harasa, öz vətənimdən uzağa, böyüdüyüm, özüm üçün qurduğum, həyatdan uzaq bir yerə həyatımda ilk dəfədir və mən heç vaxt o gənc olmamışam ki, Azərbaycanda. Deyim ki, mən nə vaxtsa xaricdə yaşayacağam. Mən deyirdim ki, mən heç vaxt Bakıdan köçməyəcəm. Heç vaxt, mümkün deyil. Ancaq mənə nə bilim, çox böyük layihələr, təkliflər gəlsə, mən fikirləşərəm, amma burada Bakını o qədər sevirəm, insanımızı o qədər sevirəm, mətbəximizi o qədər sevirəm. Mən deyim, yox, mən heç vaxt köçmərəm, amma
Deyirsən saydıqsa ki. Əlbəttə. Fələk nə sayır? Zaman keçdikcə mən artıq qismət məsələsinə inanıram. Hardasa gənc olanda fikirləşirdim, yox, insan özü öz həyatını seçir. Qismət yoxdur, qismət bizim seçimlərimizdir, amma bəli, seçimlər də önəmlidir, amma bəzən görürsən ki, qismət də səni bir yönləndirir, aparır hansısa bir istiqamətdə. Sən bəxtin gətirib ki, Bakıdan 3 saat təyyarə ilə 3 saata yaxın vaxt uzaqlığındasan. Yəni tez-tez gedib gələ bilirsən. Nə vaxt getmisən sonuncu dəfə Bakıya? Amma o 3 saat uzaqlıqdayıq, amma əslində Bakıdan o qədər uzağıq. Yəni mən nə qədər biz düşünürük ki, Türkiyə bizə çox bildiyimiz bir mədəniyyətdir, bildiyimiz dildir, bildiyimiz ölkədir, amma yaşayandan 3 ay sonra başa düşürsən ki, biz nə qədər uzağıq əslində, nə qədər fərqliyik. Təkcə uzaqlıq deyil də, amma fərqliyik. Necə yanılır insan. Bilmədiyin bir şey öyrənmək daha tez məncə başa gəlir. Nəinki bildiyin, zənn etdiyin şeyi dağıdıb orada yeni fikirlər formalaşdırmaq daha uzun gəlir. Sual yadımdan çıxdı. Yəni Bakıya gedib Nədəsə gəlirsənmi tez-tez? Nə vaxt olmusan sonuncu dəfə? Bakıya tezi gələndə hələ həsrət çəkmirdim. Çünki maraqlı idi, iş, güc, təzə ölkə, təzə şəhər. 2-3 ay sonra getmişdim. Sonra yayda, amma bu il avqustda elə bir darıxmaq gəldi mənə. Nəinki darıxmaq, çox çətin bir periodu yaşadım İstanbulda. Yəni ümumiyyətlə həyatımda çətin periodlardan biri idi. Çünki birinci dəfədə belə bir şeylər yaşayırdım. Və mən maddi, mənəvi, fiziki olaraq o qədər hər şeyimi itirdim. Yəni mən 2 ayın içində 15 kilo arıqladım. Hər şeyimi satdım. Yəni nəyim, ayaqqabılarıma qədər satdım. Və insan olaraq da çox insan itirdim. Eyni zamanda həyatımda dəyər verdiyim, sevdiyim, zənn etdiyim və s. Və eyni zamanda mən ki, wow, belə hər şeyi necə itirmək olar da? Mən Bakıya istəyirəm və salam, mən tüpürürəm hər şeyə, xəyallarıma da hər şey dedim. O qədər Bakıya istəyirdim, hönkür-hönkür ağlayırdım. Və təbii ki, hər şeyimi satdığıma görə pulum da yox idi. Bakıya getməyə və heç kəsə də deyə bilmirdim ki, mənim pulum yoxdur, Bakıya gəlmək istəyirəm. Nəysə, mənim üçün bilet aldı dostlarım. Mən getdim və düşən kimi, yəni hiss elədim ki, mən çox darıxmışdım. Və Bakıya gələndə başa düşdüm ki, həm də nə qədər darıxmışam və nə qədər mənim üçün yaddır başqa bir yer. Amma bir neçə vaxt keçirdim, 2 həftəyə yaxın. Sonra qayıtdım İstanbula. Yəni dozanı aldın Bakıdan və Bəli. qayıtdın işə, gücə və biz bütün Güc bunlar yığdım, haqqında bəli. danışacağıq. Deməli, ChatGPT ilə tanış olduğum gündən bəri mənim demək olar ki, bir asistantım olduğunu, yəni bir köməkçim olduğunu həmişə hiss edirdim də. Hər məsələdə kömək eləyir ChatGPT. Düzdür, son vaxtlar ChatGPT-nin artıq dəqiqliyinə inanmıram. Çünki konkret bir-iki çox kobud səhvlərindən sonra anlayırsan ki, okey, müəyyən məsələlərdə faktlar məsələsində güvənə bilməzsən. Hələ də yəni konkret olaraq hətta internetdə rəsmi olan məlumatların da əksinə tamamilə zidd məlumatlar verə bilir. Yəni kobud, özündən necə alqoritmlərinə uyğun bir şey uydurur bəzən. Sonra səhvini də tapanda üzr istəyir. Yəni bu təcrübəni hamı yaşayır. Və mən belə qərara gəldim ki, bu gün ilk dəfə olaraq ChatGPT ilə səninlə olan söhbəti hazırlayım. Və ChatGPT-yə yazıb soruşdum ki, Turanə Hüseynli kimdir? Yəni onun haqqında nə qədər məlumat varsa analiz et və mənə məlumat ver. Və həmin prosesi Maraqlıdır, çünki mən heç vaxt eləməmişəm özüm haqqında bunu. Screen olaraq yazdım, onu paylaşacağım indi. Və istədim ki, bütünlükdə o məlumatlarla səni də tanış edin və biz elə söhbətimizi də onun üzərində quraq. Nələr doğrudur, nələr səhvdir, başqa nələr var. Deməli, soruşanda ki, Turanə Hüseynli kimdir? Çıxdı ki, Turanə Hüseynli Azərbaycanda tanınmış televiziya və radio aparıcısı, həmçinin aktrisa kimi fəaliyyət göstərir. Fəaliyyət və karyerası o əvvəlcə televiziya və radio sahəsində işə başlayıb. Məsələn, MAQ verilişində aparıcılıq etdiyi qeyd olunub. Necə bilə bilər? Mən Wikipediam belə yoxdur. Bu məlumatı isə çıxardıb adətən bir neçə veb-saytdan, publika.az, daha başqa bir veb-saytdan o məlumatı da göstərir. Bu hissə doğrudur, hə? Sən MAQ-la başlamısan televiziya fəaliyyətinə. Bəli. MAQ hələ davam eləyir deyəsən Azərbaycan televiziyasında. Bəli, Azərbaycan televiziyasında yayımlanırdı. Gənclər və İdman Nazirliyinin layihəsi idi və layihə ilk fikirləşəndə layihə MZ Production üzvü Fəth xanım Qasımova layihəsidir və onlar 3 aparıcılığı düşünüblər. 3 fərqli gənc, 3 fərqli xarakter, 3 fərqli görüntü və onlar xəyaləni, mən bacım,
bu sonradan bilinmişdi. Fariz İlyasov və məni ən son tapdılar onların kombinasiyasından sonra. İkisi sarışın və sair və mən onlara çox fərqli gəlmişdim bu üçlüyün içində. Çünki qıvırcıq və qara saçlıydım və tamamilə fərqli idi üçümüz də bir-birimizdən. Və bu tamamlandı və məni layihəyə təsdiqlədilər, dəvət etdilər və mən iştirak elədim. Və məncə 17 yaşımızda başlamışıq biz bu layihəyə. Məncə bir gəncin karyerasında ola biləcək ən yaxşı nöqtədən və ən yaxşı pillədən başlamışıq. Və mən karyerama çox təsir göstərib bu cür düzgün layihədə olmaq. Bu layihə ümumiyyətlə xeyli istedadlı gənclər yetişdirdi, hə? Televiziya və radio üçün, ümumiyyətlə kino sənəti üçün də. Bizim o vaxtda məqsədimiz var idi, komandanın, layihənin də məqsədi o idi ki, Azərbaycanın hər nöqtəsinə olan istedadlı, savadlı, ağıllı, uğur qazanmış gəncləri göstərmək. Biz, məsəl üçün, Nizami küçəsində gənclər o vaxtı gitara çox populyar idi, gitara çalırdılar, qruplar. Biz o uşaqları efirə çıxardırdıq. Bir çoxu sonra çox məşhur müğənnilər oldular, bugün gündəmdə olan, müəyyən nöqtəyə gəlib çatan. Ucqar kəndlərdən və ucqar bölgələrimizdə bizim həmin rayonun tərkibində olan televiziya kanallarında çalışan müxbirlər bizim bölgə müxbirlərimiz olurdu və bizə məlumatlar verirdilər. Burada filan gənc məsəl üçün riyaziyyatdan getdi, filan uğur qazandı, filan gənc çox yaxşı gitara ifa eləyir, biri çox maraqlı rəsm bacarığı var və oradan da bizim süjetlər gəlirdi və məncə hamının vaxtı ən çılğın hesab elədiyi layihələrdən biri idi. ASTV kimi bir kanalda 3 dənə fərqli uşaq, gənc, birinin də gözlüyün içində şüşəsi yoxdur, biri nə bilim sarışındır, biri budur, biri belədir, geyinirik, qısa şortiklər, yerdə otururuq, cürəbəcür stand-uplarla başlayırıq. Yəni o dönəm, yəni təbii ki, indi baxanda adam deyir ki, wow, nə absurddur, adam heç baxmaq istəmir, amma o vaxtki reallıqda, o vaxtki Azərbaycan televiziyası reallığında fərqli bir layihə idi və ona görə də biz sevildik. Yəni mənim çox yaxşı həyatımın maraqlı dönəmlərindən biri idi. Mən də Azərbaycan televiziyası ilə bağlı bir xatirəmi bölüşüm. Yəni mən Azərbaycan televiziyasına gələndə hələ gənc idim mən də o vaxtlar. Düzdür, sizin qədər gənc deyildim. Siz lap erkən gənc yaşlarınızda başlamışdınız. Mən isə artıq bir radio təcrübəm var idi. Başqa bir televiziyadan təcrübə ilə gəlirdim və Azərbaycan televiziyasında səhər efirimiz var idi. Və səhər efiri də yəni tam xəbərlər deyil, bu qarışıqdır. Yəni əyləncəli, musiqili, bol informasiyalı bir səhər efiri idi hər zaman. Səhər ümumiyyətlə məşhurdur. Və istərsəməz gəlirsənsə, sən özəl kanaldan daha belə sərbəst gəlirsən, daha belə kompleksiz gəlirsən və mən Azərbaycan televiziyasında gələndə bir kompleks yaşadım da oradan. Çünki köhnə nəsil nümayəndələri qəbul eləmirdilər gənclərin bəzi dəyişikliyini, geyimlə əlaqəli nəsə olsun və ya filan sözü belə işlətdin, belə olmaz, belədir. Yəni bunlar çox eşidirdik. Düzdür, yaxşı tərəfləri də oldu. Yəni mənə özümü yetişdirmək üçün, yəni hansısa sözlərin vurğusunu düz demirsənsə, hansısa cümlədə o sözü demək yanlış mənaya gəlir. Bu baxımdan çox yardımcı oldu, amma bəzi şeylər vardı ki, anlaya bilmirdim. Hətta bir dəfə bizim bir tanınmış əslində jurnalist adını çəkmək istəmirəm. Küçədə gördü məni və bizim aramızda rahat bir 25 il yaş fərqi var da. Yəni bu insan daha dolğun insan olmalıdır və mən onu televiziyadan tanıyırdım və ona həmişə normal bir simpatiyam, hörmətim var idi. Böyük fanatı değildim, amma öz dövrünün fərqli televiziya insanı idi. Və o məni gördü və mən ona hörmətlə salam verdim və o mənə elə bir nifrət qusdu ki, birdən-birə də. Yəni siz Azərbaycan cəmiyyətini bu cür korluyursunuz geyimlərinizlə, bu nə geyimdir? Və mənim geyimlərimdə fərqli bir şey yox idi. Sadəcə olaraq biraz daha fərqli rənglər edirsən. Çünki bu səhər efiridir də. Yəni kostyumda qalstuk oturmanın heç bir mənası yoxdur. Biraz dəyişiklik eləmək istəyirsən. Çünki baxırsan sən eyni tipdə o vaxt bizim baxdığımız Rusiya kanalları və ya Türkiyə kanallarını və onlar kimi müasir bir şey eləmək istəyirsən. Ən azından özün kimi olmaq istəyirsən. Bu baxımdan o mənə o qədər belə haqsız gəlmişdi ki, yəni olmaz və düşündüm ki, mən yaşlananda, bu yaşda olanda mən heç vaxt belə olmayacağım insanlara qarşı, yəni eyni peşədə olan gənclərə qarşı. Mən onu təsdiqləyərdim, onu yaşamış biri. Yəni biz balacaydıq gələndə radioya.
Mən Maqi verilişindən sonra ilk artıq başqa bir sahədə ilk təcrübəm olacaqdı radio mənim və biz o qədər çox istəyirdik. Yəni ki, çünki biz qorxurduq ki, bizi danlayacaqlar, bizə deyəcəklər siz bacarmırsınız, öyrəşmirsiniz, axı bəzi şeyləri başqa yerlərdə və s. Amma bizi o qədər qucaq açırdınız, o qədər dəstəkləyirdiniz və o qədər həqiqətən üzünüzə demək kimi olmasın. Yəni biz sizi çox Elə istəyirdik də, həmən çünki biz biraz siz gedəndən sonra başqa rəhbərliklə də çalışdıq orada. Ondan sonra 10 qat sizin dəyərinizi yaxşı başa düşdük ki, ümumiyyətlə heç nə qanmayan, hırnazırı başa düşməyən adamlar egoları, belə də bu hikkələri nələr elətdirə bilər. Ona görə sizin dəyəriniz bizim üçün xüsusi bir bunu yerdə. Mənim söylədiyin üçün üçün təşəkkür şəxsən edirəm elədir. Heç Turana. kəsin yerinə danışmayım, qələt edərəm. Amma Təşəkkür edirəm. Amma sonra məsələn bu gün artıq yəni 12 il keçib ki, Azərbaycanda deyiləm, televiziya və radio sahəsində deyiləm. O vaxt yadıma gəlir 2018-ci ildə özümə şans verdim, yenidən radioya qayıtdım. Azərbaycandan gəldim, 6 ay qaldım orada və 2 radionun rəhbərliyini elədim və oradan sonra başımı tutub qaçdım. Yəni problem artıq o konfliktlərindir. Cəmiyyətdə artıq belə idarələrdə, belə deyək də, televiziyalarda və radiolarda konfliktlər var. O dövrdə də var idi. Yəni bizim gənclik yaşlarımızda da var idi konfliktlər. Amma sonra ki mən bir aradan sonra yenə qayıdıram və 6 ay görürəm, nə qədər belə o Qurtlar Vadisi serialındakı konfliktlər var. Çox mənasız konfliktlər var. O bəzi insanların egoları böyüyüb və anlaşa bilmirlər. Yəni bir vaxt yaxşı münasibətdə olan insanlar artıq bu gün konfliktdədirlər. Bu üzücüdür, amma qəribəsi bilirsiniz nədir? Biz indi onların yaşlarına çatmışıq. O vaxtda bizə elə davrandıqlar yaşına. Amma biz o cür ola bilməmişik. Çox qəribədir. əlbəttə mən sosial mediada bu gün xüsusilə də məsələn YouTube-dan baxıram. Yəni televiziyada və ümumiyyətlə rəqəmsal platformada nələr baş verir, Azərbaycan segmentində nələr paylaşılır. Gəncləri görəndə sevinirəm. Adətən bir çoxları şikayət eləyir. Yəqin onlar İnsanlar fərqlidir. Təbii ki, müxtəlif gənclər var. Yəni fərqli maraqlarda, fərqli zövqlərdə olan gənclər var. Siz nəyə baxırsınızsa, yəni onu görürsüz təbii ki. Mənim baxdığım, mənim gördüyüm o qədər yaxşı, maraqlı gənclər var. Bu gün YouTube platformasında da görürəm. Onların podkastları olsun, videolar olsun hazırlayırlar və bu mənə xoş təsir eləyir. Müasir, fərqli düşüncəli, sərbəst, səmimi insanlar, gənc insanlar çoxdur. Dövr dəyişib, əslində bunu da qəbul etmək lazımdır da. Yəni sosial media tamamilə başqa bir etapdır, başqa bir dövrdür. Biz bunu televiziya ilə əlaqələndirib müqayisə aparmağımız belə yanlışdır. Yəni o baxımdan dəyişikliklər yaxşı gedir. Söhbəti istiqamətini dəyişib yenə sənə gətirmək istəyirəm, çünki biz səninlə bağlı danışırıq. Və sonra Maqdan sonra sən gəldin, o radio həyatın desən bizimlə başladı. Və bizimlə başladı, bizimlə də bitdi, yoxsa? Kanala elədim. Yox, davam elədim ondan sonra. Mən bir Magidən sonra öz YouTube kanalımı elədim. O vaxt YouTube-da hələ belə verilişlər, zətlər yox idi. Əlfəcin adında bir layihə elədim, 6 buraxılışlı. Çox maraqlı idi mənim üçün. Öz komanda yığdım belə də bütün televiziyada bir yarımdan öyrənmişdim. Təbrik elədim. Sonra radioya gəldim. Radio ilə paralel mən bir marketinq sahəsində çalışmağa başladım. Reklam agentliklərində və restoran sektorunda. Radio belə davam elədi. Sonra mən Bakı Medianın ATV-də yayımlanan Oralar verilişində aparıcı oldum. Dünya səyahətinə çıxdıq, səyahət verilişi apardım. Sonra arada dövlət orqanlarında çalışdım. Sonra öz YouTube kanalım və s. axır və sonra ictimai televiziyaya gəldim mən. Səhər verilişi 3 il apardım. Sonra televiziyanın başını buraxdım. Aktyorluq sahəsinə, film sektoruna keçdim. Və ondan sonra da beləyim. Səni film üçün kim ümumiyyətlə tapdı? Yəni kim discovered, kəşf elədi? Yəni kim kəşf elədisə bu çox möhtəşəm bir kəşfdir. Çünki sənin fiziki gözəlliyin, üz cizgilərin məncə möhtəşəmdir film üçün və bura bir də səs əlavə eləyəndə səs ayrı. Necə başladı ümumiyyətlə filmlə tanışlığınız? Oy, mən heç vaxt aktris olmaq istəməmişəm. Heç vaxt. Yəni ümumiyyətlə mən ancaq həkim olmaq istəmişəm uşaqlıqda. O da olmayıb, sonra televiziyaya gəlmişəm, amma yəni televiziyada təsadüfən gəlmişəm və başa düşmüşəm ki, sevirəm bu işi. Amma aktrisi olmağı heç vaxt istəməmişəm ki, mən televiziyaya gəldim ilk gündən. Mənə təkliflər gəlib, yəni 17 yaşımdan.
bu film, o film, yəni uşaq idim, ümumiyyətlə qorxurdum o sektora girməyə. Mən belə böyük bir baş biləyim yox idi. Desin ki, belə get, bu istiqamətə get, bu insanla çalış, bununla çalışma. Ümumiyyətlə də bilmədiyim şeydə mən xoşlamıram burnumu salmağı. Ona görə belə qıraqda dururdum. Sonra pandemiyadan qabaq mən onda artıq televiziyadaydım. İctimai televiziyada çalışırdım. Pandemiyadan qabaq mənə bir tarixi filmlə bağlı təklif gəldi. Kinostudiyanın layihəsi idi, dövlət layihəsi idi, mədəniyyət və bizim Nazirliyin adı yanlış. Mədəniyyət Nə Nazirliyi. Bakanlığı Mədəniyyət Nazirliyindən layihəsi idi. Bu bizim bilmirəm neçənci illərin dönəmi idi və tarixdə orada bir ilk teatr aktrisası bir xanımı canlandırmalıydım. Və məni də niyə dəvət elədilər və çox israr eləmişdi. Mirbala Səlimov, buradan salamlayıram onu. Bizim çox dəyərli rejissorumuzdur. Çox gözəl filmləri var. İndi də teatrların birində deyəsən Şəkiyev teatrının baş direktorudur. Nəysə, sözüm uzundan getdim, amma nəysə. Mirbala məni çağırdı. Daha doğrusu məni hazırladılar Green və sər kastinqə çağırdılar. Mənə maraqlı gəldi ki, gedim nə olacaq? Özü dövlət layihəsi deyil, deməli keyfiyyətli olacaq. Keyfiyyətsiz mümkün deyil orada çıxması, komediya deyil və s. Getdim mənə qrim elədilər, o dönəmə uyğun geyimlər geyindirdilər və gəldim Mirbal mənim də belə əlini belinə belə saxlamış. Dedi ki, qızı makyaj elədiniz? Qrim ustası dedi ki, xeyr, ehtiyac yoxdur. Belə çöndü mənə belə baxdı, gəldi belə baxdı diqqətlə. Dedi ki, burun əməliyyatdır. Deyirəm ki, yox. Dodaqlarında nəsə var, deyirəm yox. Makyaj da eləməyiblər sənə. Deyirəm, bəli. Deyirəm, mən aktrisa deyiləm. Dedi, biz səndən bir şey çıxarıq. Deyirəm, çünki ora kastinqa nə qədər aktrisalar gedib, hamısının burnu əməliyyat, yəni bu mühakimə anlamında demirəm, sadəcə olaraq, fiziki olaraq. Qaşlarında müəyyən prosedurlar, dodaqlarında prosedurlar. Və onlar da o dönəmdəki xanımların cizgilərində nazik dodaq, ki mənim dodağım o qədər nazik deyil, amma ümumiyyətlə öz dodağımdır. Burnunda biraz belə sümük çıxıntısı və s. vlaxır. Dedi, mən sənin üstündə işləyəcəm, amma gəl bu layihəyə razılaş. Mən təbii ki, aktrisa olmadığıma görə orada bizim xüsusi səhnələrimiz vardı. Məşqə gedirdim, gülməyə tuturdu ya da ağlamaq istəyirdim. Kimsə mənim boğazımdan tutur məsələn. Mən ona düzgün reaksiyalar verə bilmirəm, çünki mən aktrisa deyiləm. Mirbala müəllim heç yadımdan çıxmaz. 2 aya yaxın məndən çalışdı. Həm səbrimin üstündə, həm metodik olaraq aktrisalıqla bağlı mən müəyyən materiallara yönləndirdi. Mənə izah elədi. Sonra pandemiya oldu. Biz hətta geyimlər hazır idi. Yəni mənim üzərimə olan geyimlər hazırlanmışdı. Hətta bir xatirəm var. Orada mənim evimdə atamla olan şəklimin, yəni obrazımın atası ilə şəkli üçün atamın şəkli lazım idi. Məndən uşaq albomu istədilər ki, gətir. Bəs biz sən atanın şəklinə uyğun olaraq, sənin uşaqlıq şəklinə uyğun olaraq müəyyən bir Photoshopla şəkillər hazırlayacağıq ki, divarda, çərçivədə və s. Mən apardım, sonra pandemiya oldu, sonra albomumu hələ də itirmişəm, uşaqlıq albomum və bütün uşaqlıq şəkillərim içində, kinostudiyada itdi. Və pandemiya olduğuna görə o layihə və ona ayrılan büdcə, necə deyirlər, rəfə qalxdı. Və o layihə olmadı. Onun ssenarisi hələ də məndə qalır. Və çox istəyirdim o layihə və mən sadəcə orada aktrisa olmaq istəmirdim. O layihədə iştirak etmək istirdim. Və mənim üçün o fikir, ideya, aktrisa olmaq fikri belə getdi yenə də sandığa, heç bir onun haqqında fikirləşmədim. Bir ildən çox, yəni pandemiya bitəndən sonra İctimai Televiziyanın Mədəniyyət Nazirliyinin ortaq layihəsi var idi. Nizami Gəncəvin 850 illiyinə həsr olunmuş Leylim Xosrov və Şirinin müasir adaptasiyada, yəni modern təqdimatda bir serial eləyəcəklər. İçində İctimai Televiziya olduğuna görə, Mədəniyyət Nazirliyi olduğuna görə və mənə gələn obraz mənə çox intriqa, yaxşı qız deyildi və orada yaxşı qız obrazı deyildi. Yəni orada çox intriqalar var idi, çox hadisələr var idi və çox cəsarətli müəyyən cəsarət tələb olunan səhnələr var idi. Mən niyəsə o dönəmdə bir dəyişiklik eləmək istirdim həyatımda, bilmirəm və işləmək istəmirdim səhər verilişində, yorulmuşdum. Sadəcə bütün bu fikirlər ki, mən fərqli bir şey eləmək istəyirəm, sıxıldım. Mən dedim ki, hə, oynayaram. Və mən oynadım bütün bölümləri, yəni 12 bölümlük çəkilmişdi. Oynadım, yayımlandı. Mən evdə, mən desən onda hələ dövlət işində işləyirdim. Mənə bir zəng gəldi, çox fikrinə hörmət elədim bir insan. Mənə zəng elədi, dedi ki, sən nə eləmirsən? Sən belə aktrisaydın, bəs biz niyə bilmirdik? Və bu cür rejissorlardan, aktyorlardan, böyük sənətçilərdən, televiziya rəhbərliyindən və başqa-başqa fərqli yerlərdən mənə o qədər müsbət geri dönüm gəldi. Necə deyirlər, belə enerji gəldi, mənə maraqlı gəldi. Və məncə mən onda hazır idim oynamağa, çünki çox şey yaşamışdım. Və mən bildiyim üçün deyil, hiss elədiklərimi tanış olduğum üçün o hisslərlə onları sadəcə təlqin elədim yenidən yaşadıqlarımı. Bu qədər sadə idi mənim üçün.
Və ondan sonra o layihənin montajında məni başqa bir production görüb. Polis serialında oynadım Daxili İşlər Nazirliyinin Azərbaycanın ilk qadın polis rolunu. Və ortada birinci film Yeni İctimai Televiziyanın Emil Quliyevin rejissorluğunda bir filmdə oynadım. Hindistandan bir komanda gəlmişdi Disney Plus üçün. Orada epizodik bir rolda oynadım və s. Belə şeylər. Və növbəti bir serial adı TRT məhsulu olan Vəfa Sultanın adı çıxır. Vəfa Sultanı mən dünən... Ondan qabaq Səmayla Görüş filmi var bizim. Keçən il martda Və görsən onlar heç biri çıxdı. mənə ChatGPT vermədi. Kinoteatr üçün. Nədir adı filmin? Eynən, o kinoteatr filmi. Səmayla Görüş. Bunu qeyd edirəm özüm üçün. O kinoteatrlarda yayımlandı. Bəli, və çox maraqlı və keyfiyyətli bir film idi. Çox maraqlı idi. Mən ona Çempionlar Liqası ilə çox maraqlı simalarla baş roldaydıq. İlk kinoteatr filmim idi o. Və sonra da İstanbula gəldim. Burada ilk işim Vəfa Sultan TRT imzalı bir iş idi. Ramazan ayına həsr olunmuşdu və onların tarixdə olan Vəfa Sultan Dərviş haqqında bir filmdir. Orada başqa bir dərvişin hekayəsinin əsas qəhrəmanı olan Ayşə Hatunu canlandırdım. Ana obrazlardan biri idi, yəni gözəl bir obraz idi, gözəl hekayəsi və öz ana xətti olan. Anidən təklif gəldi, mən getdim çünki mən maraqlı idi təcrübə toplama və çox gözəl, yəni çox gözəl bir təcrübə topladım və ilk dəfə Türk bazarında, Türkiyədə olan film sektoru ilə, çalışma üsulları ilə tanış oldum. Mənim üçün böyük puldan, çox yaxşı pul da qazandım o arasında. Amma puldan daha vacib mənim üçün orada qazandığım gözəl bir təcrübə, gözəl, dəyərli, ağır bir təcrübə. Burada çox məlumatlar var. ChatGPT sənin yaradıcılığınla bağlı həmişə, yəni bayaq danışdığımız televiziya Ürək doldu məqamları falan və ümumiyyətlə nəyi soruşmaq istəyirəm? Turan əmə, bu gün Türkiyədə xüsusi olaraq nə işlə məşğul olursan? Həyatını necə qazanırsan? Hansı layihələr üzərində işləyirsən? Xoşqədəmi verilişdən dönəcəyəm. Hiss elədim. Ay, çox çətindir. Acından ölürük. Həqiqətən insanlar həqiqətən elə bilir ki, nə bilim, kimisə hardansa pul göydən düşür. Elə bir dünya yoxdur. Və mən kim məsləhət almaq istəyir məndən, kim mən gəlmək istəyirəm, oxumaq istəyirəm. Mən deyirəm ki, mən 5 il məndən dəyməyin, mən bir dənə baxım, görüm nədir burada ümumiyyətlə dünya. Mən öz təcrübəmə görə kiməsə deyərəm ki, dur gəl, əladır, bombadır, belədir, elədir. Mən heç vaxt heç kəsə elə bir şey deyə bilmərəm. İlk il gələndə təbii ki də mən çox yaxşı pulum var idi əlimdə. Yəni çünki çox şükür Allaha qazanırdım. Bakıda markalarla çalışırdım, tədbirlər aparırdım. Və təzə gələndə belə çəhrayı eynəklər, pul belə xərcləyirsən, shoppinglər, nə bilim, bahalı restoranlar, nə bilim, nə, ev tutursan ən yaxşı yerdə, ən bahalı, ən yüksək kirası, yəni ki, ən lüks bir səmtdə və s. Deyirsən ki, okey, həyat budur. Sonra təbii ki də keçən il bu xülyalarla yaşadığım 5-6 aydan sonra yavaş-yavaş Bakıdakı işlər də gəlmədiyinə görə Bakıda deyilsən, tədbir apara bilmirsən, hansı marka gəlir, hansı marka gedir, bir dəyişikliklər olur, danışılan işlər alınmır, təşkil eləyə bilmirsən və s. Deyirsən, gəlirim azaldı. Belə bir panika başladı məndə. Artıq markalarla əməkdaşlıqlar bitdikcə, deməli mən hələ ki burada özüm ayağımsa dayana bilmirəm, nə edəcəm? Panikası başladı məndə. Sonra hər şey qutardı, işsiz qaldım uzun müddət. Hər şeyimi satdım. Yəni necə deyim, sumkaya qədər, ayaqqabıya qədər, bütün qızıllarım, hər şey. Bunu mən bu arada ailəm də bilmir, belə çox çətin anları yaşadığımı. Ona görə və mən 2 ayın içində 15 kilo itirdim. Sadəcə heç nə eləmək istəmirdim. Fikirləşirdim ki, mənim həyatım necə olacaq? Bakıda mənim belə bir narahatçılığım yox idi ki, mən 5 il sonra necə olacağım? Çünki Bakı elə bir sən evindir, ailən oradadır. Heç vaxt fikirləşmirsən ki, 5 il sonra mən nə olacağam? 5 il sonra mən harda yaşayacağam? 5 il sonra mən nə qədər pul qazanacağam? Belə bir narahatçılığım, anksiyetem yox idi və mən burada ciddi panik ataklar, anksiyetələr yaşamağa başladım və fikirləşirəm, mən gələn nə edəcəm? Mən pul gəlmir, iş yoxdur və s. Və çox pis idim. Bakıya getdim, dostlarımı gördüm, ailəmi gördüm, işlərlə bağlı görüşlər elədim, sata biləcəyim hər şeyimi orada da biraz satdım. Telefonlarım, onlar, bunlar və s. Sonra gəldim, soyuq başdan düşündüm ki, negativ duyğularla, qorxu və təlaşla həyatımıza yaxşı şeylər çəkə bilmərik. Və evdən çıxmayıb ancaq təlaş. Dedim, yox, mən bunu networkingə çevirməliyəm. Tamam, belə bir situasiya var, bu buradadır, unutmuruq bu vəziyyəti ki, səndə çətindir. Nə edə bilərsən bu dəqiqə, özünü necə kontrol edə bilərsən, nəyi sata bilərsən, kimə zəng edə bilərsən və s. Amma paralelində ümid
yenidən sıfırdan hər şeyi açdım, qapını, oturdum, sükanı əlimə tutdum və dedim ki, Turanə, belə bir situasiya var, amma biz nə etməliyik, dayanmamalıyıq. Çünki bir xəyalım var. Bilmirəm sonra nə olacaq, nə olmayacaq, olacaq, olmayacaq, amma getmədən də bilə bilmərəm. Bakıda qalıb fikirləşməkdən ki, axıra qədər getsəydim nə olardı mənim həyatım. O fikir çəkməkdənsə indi gedəcəm. Nə hara qədər benzin aparır, gedəcəm. Və həqiqətən o ki ayarları düzəldirsən ki, inanıram, amma burada da problem var. Burada plan sual işarəsi var. Burada planlar, burada nə xəyallar. Onlarla yola addımlayırsan və həqiqətən o enerji ilə elə adamlar çıxır insan qabağına, elə işlər gəlir, elə nə bilim nələrdə və təbii ki də bu periodda mən öz haqqımı heç yeməyəcəm. Mən dəli kimi toxum səpə-səpə, axtara-axtara. Yəni mən hətta qarsonluq işinə müraciət eləmişdim ki, bundan əvvəl yaşadığım ərazidə ki, mən axşamlar part-time gedərəm, işləyərəm hansı restoranlarda, öz pulumu qazanaram, çevo götürərəm və ən az heç olmasa bilərəm ki, mən kira pulumu verirəm və mən bundan utanmıram. Çünki niyə də ki, öz ayağımın üstə dayanacamsa. Amma mən onlayn olaraq qazana biləcəyim işlərə fokuslandım. İşlər gəldi, danışıqlar, hansı şirkətlərin backstage-də bəlkə də kiçik işlərini, reklam işlərini, PR, SMM, yəni ki, bəlkə çoxları bilmir, amma belə də, yəni PR-la bağlı hansısa markaların böyüdülməsinə və s. dəstək göstərirəm. Bacarıqlarım və biliklərimlə, yəni nəyi bacaram, çünki daha əvvəl marketinq sahəsində çalışmışam. Dedim, onda mənim psixoloqum dedi ki, sən belə-belə bacarıqların var, niyə bunları işlətmirsən də? Yəni sən düşünürsən ki, sənin ən pisin nədir? Sən axı bu bacarıqların var, təcrübələrin var. O biraz mənə belə təkan verdi və mən fərqli şirkətlərin bu şəkildə işlərini görməyə başladım ki, mən yaradıcı insanam, arzularım var, aktrisa kimi çatmaq istədiyim hədəflər var. Başqa bir ölkədə, tamam, olanda eləyərəm. Yəni indi yoxdur, eləmirəm. Olanda eləyərsən, evdə oturaraq. Yəni sən bitki deyilsən də, yəni böyüyəsən, sən öz həyatını bir çarxa qoymalısan. Bugün bunu eləməlisənsə, daş daşımalısansa, gəb o daşı daşıyacaqsan Turani. Qapı rəngləyəcəksənsə, gəb o rəngləyəcəksən. Paltar tikməlisənsə, gəb paltar tikəcəksən. Yəni bu qədər. Bax, mən bu məqamları bilmirdim doğrudan. Belə, bilmirəm, buradan gəlir, buraya gedir, belə yaşayıram. Sosial mediadan doğrudan bilinmir. İnsanın həyatın o çətinliklərini insanların çoxsu, bəzi bunu göstərən insanlar var. Ondan belə o limon məsələsi var. Limonu verirsə, limonat hazırlamağı öyrənmək lazımdır. Mən Instagramda ümumiyyətlə sosial şəbəkədə heç vaxt hər şeyimi paylaşmamışam. Sosial şəbəkədən məni tanıyan insan məni 20% bəlkə tanıyır, bəlkə tanımır. Çünki mən 75%-i göstərmirəm və göstərmək də istəmirəm. İstəmirəm ki, mənim tanımadığım, toxuna bilmədiyim, ünsiyyətdə qora bilmədiyim adam mənim haqqımda hər şeyi bilsin. Mənim close friendimdə belə arada gülməli nəsə paylaşaram, əyləncəli anlarımı paylaşıram. Mənim rəfiqələrim deyir ki, sən niyə bunları publik paylaşmırsan? Bu daha maraqlıdır insanlar. Deyirəm ki, əksinə mən istəmirəm onlar məni o qədər tanısın ki, mən necə shit bir insanam. Məsələn, mən çox gülməli və çox acınacalı zarafatlarım var dost çevrəmdə. Bunu çox az adam bilir. Mən nə bilim əyləncə metodlarım var. Dostlarımla necə əylənməyə xoşduram ya da söhbət eləyəndə nə qədər dərinə gedə bilirəm və s. Bu mənim ancaq yaxın çevrəm bilsin, mənbəsimdir. Sosial şəbəkədə mən ancaq yaxşını paylaşıb saxtakarlıq da eləmək istəmirəm, amma heç nə neytral. Mən heç vaxt uğur qazananda da özüm üçün əgər uğursa demirəm ki, mən özümlə fəxr edirəm, mən bu uğuru qazandım. Mən sadəcə post paylaşıb altına bir dənə ürək qoyacağam. O qədər emosiyalarımı paylaşmıram sosial şəbəkədə. Yəni çox nadir hallarda. Ona görə neqativimi də paylaşmaq istəmirəm. Bəzi insanlar təbii ki də onda fərqli düşüncələr yaranır ki, insanlarda. Onda necədir? Bunun arxasında kim var? Orada nə var? Necə qazanır? Necə eləyir? Və s. vlaxır. Onu da zəmin yaratmış olur da bəzən insanlar. Amma mənə o qədər süni gəlir ki, hər şeyimi paylaşıram. Mən şəxsi həyatımı heç vaxt paylaşmaram. Ağlayanda, o gün ilk dəfə özümü video çəkmişəm ağlayanda. Çox dramatik bir an idi. Qızdırmam var idi. Çox gərgin idim. Yatmağa yerim yox idi. Yağış yağırdı və mən qızdırma içində, maşının içində oturmuşam və mən yağışda maşın sürə bilmirəm, qorxuram. İlk dəfə təzə sürürəm də, maşın təcrübəm azdır. Və bir hönkür ağlamağa başladım. Yəni saç tellərimin ucuna qədər ağlamışam. Yəni o qədər dərindən. Dedim ki, mən blogerlərdən nə yemək istəyirdim. Mən də özüm çəkəcəm. Telefonu belə qoydum. Əslində insanlar çox vaxt da bəxtəvərlik verir də. Yəni bu
tərəflərini heç kəs görmür axı sən də Eynən, göstərməyəndə və bu gün deyirlər buna bax da bəxti gətirib. Allah bunu eynən. gözəl Amma yaradıb. yəni Səsi gözəl, özü gözəl, həyatı gözəl, amma əslində həyatın nə qədər çətin olduğunu, və yəni mən sol niyə həm də tərəfindən. ağlamağı xoşlamıram? Məsələn ki, mənim dostlarım var, deyir ki, sən necə belə şey yaşayırsan, bizim xəbərimiz yoxdur. Necə biz səni dəstəkləyirəm, biz necə sənə pul vermirik, biz sən necə filan problemi həll eləmirik. Çünki mən çox məsuliyyətli insanam. Özümə qarşı da və başqalarına qarşı da. Çünki mənim ərköyünlük eləyib inad elədiyim şeylər başqasının məsuliyyəti deyil, mənim məsuliyyətimdir. Mən bu gün kim mənə demişdi ki, ged İstanbulda yaşa? Öz ərkönlüyüm, öz mənim arzuma tap getdim. Və bunu məsuliyyətini heç kəs daşımır. Mənim 15 illik rəfiqəm mənə yalvar yaxar eləyir ki, problemin olanda gəl mənim evimdə qal. Mən 21 gün ev tapana qədər oteldə qaldım. Nilüfər, bu turistik səyahət deyil. Bu mənim şəxsi məsuliyyətimdir. Artıq mən qərar vermişəm bir həyatımın yeni mərhələsinə. Mən 21 gün sənin evini məşğul eləyə bilmərəm. Bu mənim məsuliyyətimdir. Halbuki mənim uşaqlıq dostumdur. Evlərinə girmək, çıxmaq, eyni şəkildə mənim həyatımda da o cür. Amma mən bəzi şeyləri çox və başqalardan da eyni özümə davranış gözləmirəm. Yəni heç kəsin lüksu, heç kəsin nə bilim ərköyünlüyünü, məsuliyyətini daşımaq da istəmirəm. Və eyni şeydə başqalarına eləmirəm. Ki bu mənim məsuliyyətimdir. Mən küçədə qalacağam, yenə də heç kəsə zəng eləməyəcəm ki, mən özüm fikirləşəcəm ki, mən bunu necə həll eləyəcəm. Çünki bunu qərarı verəndə mən heç kəsdən heç vaxt məsləhət də almadım. Heç kəsə demədim ki, sən mənə baxacaqsan, sən mənə belə bir məsuliyyət daşıyırsan, sən mənə nə bilim təhsilimi ödəməlisən və heç kəsə. Özüm qərar verdim, gəldim. Bundan sonraki bütün məsuliyyət özümə aiddir. Yəni ekstrem bir vəziyyət olanda hə mən bilirəm ki, mənim zəng eləyəcəyim insanlarım var, istər Bakıda, istər başqa ölkələrdə, istər İstanbulun özündə. Amma kimdən soruşsanız deyər ki, Turay ilə bizi ağladığını görməmişik, Turay ilə bizə problem üçün zəng elədiyini görməmişik və sonra baxır. Yəni bu şəkildə həyatımı sürməyə çalışıram. Bu da oradan Yaşamağa möhtəşəmdir çalışıram. Turanə. İnsanın ümumiyyətlə ayaqlarının, qadın kişi fərqi yoxdur. Yəni insanın bugün müasir dünyada ayaqlarının üstündə dayanmağı, arzularına doğru getməyi, inandığı bir şeyi cəhd eləməyi möhtəşəm bir şeydir və o ki hədəfində olan zirvənə gəlib çatırsan, sonra bu anlar sana o qədər ləzzətli görünür ki. Turanə, bu adının tarixi hardandır? Ümumiyyətlə Turan adı, yəni Turan bilirik, böyük Turan dövləti ideyası 90-cı illərdən insanlar öz uşaqlarına Turan adı verməyə başladılar. Sonra da bir qız adları olaraq da Turanə adı yarandı. Ən çox 90-cı illərin uşaqlarında bu ada rast gəlirik də, yəni o vaxtdan başlayırıq. Sənin adının tarixi nədir? Adını kim verib? Mənim atamın dostu verib mənim adımı. Mən bunu dəfələrlə bu mövzu açmışam evdə. Mənə hələ ki dolğun cavab gəlməyib ailə üzümdən. Atamın dostu, oğlun adı Tural idi və mənim adımı Turanə təklif eləyib və mənim adımı Turanə qoyub. İlk övladıdır. Niyə özü qərar verməyib, o da ayrı bir mövzudur. Hələ bu mövzu travmalarımızı işləyib atamla bu mövzu ətrafında masaya oturmamışıq. Oturanda danışacağıq. Hə. Amma adını sevirsən, hə? Turan, Turanə. Çox sevirəm. Mən ümumiyyətlə hər şeyimi sevirəm. Yəni vicdansız. Əvvəl çox kompleksli qız idim. Onu çox adam bilmir, amma o qədər özümdən utanırdım. Barmaqlarımı sevmirdim, bədənimi sevmirdim, saçımı sevmirdim, burnumu sevmirdim, dodağımı. Mən son 2-3 ildə həyatımda baxış bucağım tamamilə dəyişdi və mən çox şükran dolu, hər şey şükür. O demək deyil, mən ən yaxşı qaş, göz, əl, barmaq, nə bilim nə. Elə o mənada yox. Məndə olana minnətdaram, təşəkkür edirəm. Allah çox alma məndən, çox heç istəmirəm artıq, amma sağlığımı, məndə indi olanları da əlimdən alma, ən əsası da ağlımı əlimdən alma deyirəm Allaha. Ona görə yəni söhbət yenə hardan hara gətirdim, mən uzun danışıram. Addan danışırdıq, Turanə adının tarixindən danışırdıq. Uzundan gəlirəm. Mən həqiqətən B12 içmirəm də, mənim yaddaşım o qədər pisdir. 3 gün birini görməsəm onurdan anlamam. Eyni məqamı mən də yaşayıram. Sən əslində çox gəncsən hələ bunu yaşamaq üçün. Mən artıq yaşlıyam. Mən adları yadımda saxlaya bilmirəm. Fikirlər yadımda qalır. Məsələn, o məşhur fikirlər var ki, oxuyuram, əgər xoşuma gəldisə burada qalır. Amma o kimin fikirdə o hissəsini unuduram və artıq fikirləşirəm ki, bunun üçün də artıq problem deyil də. Çünki əvvəllər çətin idi, bəlkə bir 30 il qabaqda, yəni hər şey yadında saxlamalıydın. İndi internet oradadır, yəni Google var, AI var. Bu dəqiqə o qədər çox informasiya alırıq. Yəni təsəvvür edin ki, əvvəl biz nə bilim, məsəl üçün Nizami Gəncəvi haqqında bir şey öyrənməliysə, gedirdik kitabxanaya, o haqqda informasiya alırdıq. İndi telefonu açırsan, hansısa bilmədiyim bir qadının, həyat yoldaşının səhər oyananda nə dediyindən xəbərim var.
kimin uşağı neynir, pişiklər, itlər, təbiət, bir-iki dənə məsləhət, motivasiya, psixologiya, o bu. Nə qədər informasiya qəbul edirik. Yəni çox informasiya qəbul edirik. Ona görə qınamıram. Mən bəzi Nə məşhur özümü, nə sizi, nə heç kəsi. sosial media influencerları görürəm ki, bəzən danışırlar bu haqda. Bəzi insanlar da hətta görürəm ki, sosial mediadan detoks eləyirlər. 1 ay, 2 ay, yəni bağlayırlar hər şeyi ki, toparlasınlar özünü. Çünki doğrudan məlumat Təzə verirlər lüks ki. deyirlər də buna. Yəni və o scroll eləmək adəti ki var, artıq hamımızda yaranıb. Yatmamışdan öncə, səhər yuxudan duranda, yemək yeyəndə, yəni xüsusilə tək yaşayırsansa, təksənsə, bütün günü telefondan asılısan və istər-istəməz məlumat gəlir. Biz junk məlumat deyirik də, yəni lazımsız məlumat gəlir, beynimizə opur. Mən o vaxt köhnə bir iş Mən amma bəzi aha. Köhnə bir iş yoldaşım vardı. Sonra Yox, bizim siz deyin. dövrdə o vaxt radio dövründə təzə başlamışdıq. O sonra Yaponiyaya keçdi. O tamamilə başqa düşüncələrdə idi, həmişə həyatla bağlı. O məsələn belə bir adəti vardı. O deyir ki, mən metroda, avtobusda, küçədə gəzəndə çalışıram ki, reklam şitlərinə baxmayım. Heç nəyə nəzər salmayım. Çünki gördüyüm hər bir şey gəlir şüur altıma və mən beynimi lazımsız məlumatlardan doldururam. O vaxt gülmüşdüm ona, amma indi gəlib elə bir dövr çatıb ki, doğrudan da, yəni sənin dediyin kimi, kimisə həyat yoldaşının yeməkdə nəyə xoşladığı, nəyə xoşladığını, məni niyə maraqlandırmalıdır, niyə burada olmalıdır. Amma həm də maraqlıdır O baxırıq. qədər dərin mövzudur, yəni bununla bağlı həmişə danışmaq istəyirəm. Amma danışanlar da mənə deyirlər ki, ay Allah, sən hər şey deyinirsən, sən hər şey nə bilim nə. Fikir vermirəm, amma yenə də biraz mən məsəl üçün o bəzi şeyləri özümə qəti düzgün qaydalar qoymağa çalışmışam. Məsəl üçün telefonu artıq oyanan kimi mən başa düşürəm ki, oxumuşdum bir məqalə ki, ilk insanın gözü təbii işıqla ünsiyyətdə olmalıdır. Pəncərəni açıb insan bayıra baxmalıdır, günəşi salamlamalıdır. Ona görə çalışıram ki, birinci telefona baxmayım. Pəncərəni açım, bayıra baxım, günəşə baxım. Ondan sonra yavaş-yavaş vərdiş eləməyə başlamışam. Son bir il tətbiq eləməyə çalışıram. Yəni ən az həftədə 4-5 dəfə bunu tətbiq eləyirəm. Sosial şəbəkə ayrı bir mövzudur. Biz ondan 4 saat danışsaq qurtarmayacaq. Yəni mənim üçün ora yaralı bir mövzudur. Mən yəni köhnə dönəm insanıyam. Həqiqətən hər yerdə duyğulara, real olan şeylərə toxuna bildiyimiz, danışa bildiyimiz, real olan şeylərə çox dəyər verirəm və eyni şeyləri ətrafımda toplamağa çalışıram. Ona görə sosial şəbəkə mənim üçün zibil qabından bir fərqi yoxdur. Bəs rəqəmsal mediada sən nə izləyirsən? Yəni sənin maraq dairən nədir? Nə ilə qidalanırsan? Çox maraqlı podkastlar izləməyə xoşlayıram. Mən film listim var, mütləq şəkildə film izləyirəm. Yəni boş vaxtım evdə oturdum, mən Netflix-də 5 dənə serial qutaracağam, 3 dənə film baxacağam, bir sezon oturub hansı serialını qutaracağam, notlar alacağam, özüm üçün qeydlər aparacağam və s. Mənim günüm belə keçir. Instagramda da artıq bir çox insanı mute eləmişəm ki, qabağıma çıxmasın heç kəs, amma bu söhbət çox insanlarda artıq bir-birlərini ciddi qəbul edirlər də. Məni unfollow eləmisən, məni nə bilim, mən məsəl üçün heç bilmirəm. Bacım məni follow eləməsə, mən ondan heç çox soruşmaram və ona münasibətimə heç bir təsiri yoxdur ki, o məni izləyir, izləmir. Mənim də onu izləməyim, onun məni izləyib izləməməyindən heç bir asılılığı yoxdur. Mənim dostlarım var ki, məni izləmirlər, illərdir, mən də illərdə onları izləyirəm, like da qoyuram, çünki ürəyim elə istəyir. Onun ürəyi məni görmək istəmir, özü bilər. Mən isə onu görmək istəyirəm, yaxşı eləyirəm. Ona görə sosial şəbəkədə çalışıram ki, ancaq istədiyim adamları görüm. Onlardan xəbər alım. Belə vaxt olur ki, görsəz ki, 4-5 gün heç nə qoymuram, story paylaşmıram. Yəni mənası yoxdur, nə qoyum? Niyə paylaşım? Nəsə eləmək xatirinə. Amma üzr istəyirəm. Beynimdə amma faydalı nələrsə də yaratmaq var. Faydalı da kimə görə, nəyə görə. Amma YouTube-da zaten daha çox belə izlədiyim YouTube kanalları var. Maraqlı, bilmədiyim məlumatları öyrənmək, fərqli dillərdə podkastlar dinləmək, onları eləyirəm. Vaxtım ona gedir daha çox. Eynən, mən də bir çox izlədiyim podkastlar var. O gün məsələn fikirləşdim ki, bu podkastlarla bağlı, mənim izlədiyim podkastlarla bağlı qısa bir reel hazırlayım, yəni nələr izləyirəm. Çünki istərdim insanlar da o kanalları izləsinlər. Çünki o qədər fərqli, maraqlı, özünü inkişaf etdirəcək məlumatlar ala bilirsən. Hətta mən bu podkastı hazırlamağa başlayanda fikirləşdim ki, belə bir mövzu başlamaq istəyirəm, amma o qədər çətindir. Çünki sən hazırlaşmalısan o mövzuya, o araşdırmalısan, kitablar oxumalısan. Yəni əməli başda əmək verdiyindir. Hələ ki belə başlamışam. Yəni belə tanıdığım, sevdiyim insanlarla podkastlar edirik, söhbət edirik. Bəzən hansısa mövzularda danışırıq xüsusən, amma ara sıra çalışıram ki, məsələn, sənin kimi yolumuzun kəsişdiyi insanlarla söhbət edib, hal-əhval tutaq bir-birimizdən və yaxşı ki,
internet və texnologiya dövründəyik. Sən harda olduğun önəmli deyil. Yəni dünyanın hər yerində yaşaya bilən insanlarla həmsöhbət ola bilərsən və bu dəfə də mən İstanbula getdim. Yəni sənin sayəndə. Bayaq dediyim kimi əslində biz bu gün həyatı çox sürətli yaşayırıq da. Yəni texnologiyaların inkişafı, hər şeyin belə sürətli olması həyatımızda yaşadıklarımızın da sürətli olmasına gətirib çıxarır. Biz hər şeyi tez tükədirik artıq. Yəni fikir versən yeməyi də tez yeyirik. Yəni hər şey sürətli şəkildə baş verir. İnformasiyanı da tez tükədirik. Bir məlumat viral olur bütün tutaq ki internet aləmində. 2 gün ömrü var. 2 gündən sonra unuduldu, bitdi. İnsanlar daha başqa bir şey izləyirlər. Yəni belə bir bəzən qorxulu, bəzənsə heç nə edə bilməyəcəyimiz bir dövrdə yaşayırıq. Ona görə də deyirəm, hərdən bir stop eləyib dayanıb, biraz danışmaq, biraz düşünmək lazımdır və nə yaxşı ki bu podkastları eləyirəm və hərdən bir o həyatın sürətini o düymə ilə saxlayıram özüm üçün bir anlığa və söhbət edirəm və biz bugün səninlə söhbət etdik. Mənə çox maraqlı idi. Yəni 12 il ərzində sənlə heç vaxt danışmamışdıq. Və bu illər ərzində sənin haqqında eşitmədiyim, sənin haqqında heç məlumatlanmadığım məqamlar var. Çünki doğrudan fiziki məsafələr çox şey dəyişir həyatda. Təəssüf ki, belədir. Adətən deyirlər, dostluqlar məsafələrlə bağlı deyil də. İnsanlar yəni dostla dost qalacaq, amma məsafələr önəmlidir. Yəni istər-istəməz biraz məsafə soyuqluq yaradır. Mən də təşəkkür edirəm eyni şəkildə. O qədər doğmalıq, istilik mən ümid edirəm ki, bu bizi dinləyən insanlar da eyni səmimiyyəti hiss eləyib başa düşərlər bizi. Çox sağ ol ki, sən də vaxt ayırdın. Bilirəm, təzə köçmüsən evinə. Hətta bayaq dedin, mən görmədim, bizim üçün yaxşı bir güşə hazırladın orada. Qutular falan hələ açılmayıb. Sən yəqin ki, bu həftə sonu... Bu sağ tərəfən qutuları da hələ boşaltmamışdım. Bu həftə sonu sənin yəqin işin bundan ibarət olacaq. Uğurlar sənə. Yorulmayasan, necə deyirlər. Çox sağ olun. Səğavət, təşəkkür edirəm. Özünüzə yaxşı baxın, dayanmayın. Bu layihəni izləmək də, sizin təqdimatınızda izləmək həmişə çox maraqlıdır. Ona görə də sizə bol enerji, qüvvət arzu edirəm. Çox təşəkkür edirəm. Və podcast də o deməkdir ki, yəni biz Azərbaycanca danışırıq və bugün Azərbaycanca danışdığım Azərbaycanlı aktyor, aparıcı Turanə Hüseynli idi. Diqqətiniz üçün təşəkkür edirəm. Fikirlərinizi yazın. Hətta təklif edə bilərsiniz, kiminlə danışmağımı istərdiniz. Mən də ara sıra tanıdığım, hörmət etdiyim və yollarımızın kəsişdiyi insanlarla bu podkastda həmsöhbət olacağam. Təşəkkürlər.